Evet. Ay çekim. Ay ben dövlət qurram getdi. Bugün Den Haag şəhərində, Hollandiyanın Den Haag şəhərində şəhidlərimizi anım mərasimi təşkil etdik. 40 mərasimi deyə bilərik və bura toplaşan Azərbaycanlılar hamısı buradadır və gördüyünüz Azərbaycan səfirliyidir. Bu Azərbaycan səfirliyi Azərbaycan dövlətini təmsil eləyir və heç bir nümayəndə Azərbaycan səfirliyindən çıxıb Azərbaycan xalqına baş sağlığı vermədi. Biz özümüzü vətənsevər oğullar kimi, qızlar kimi burada təmsil eləyirik və bu səfirliyin nümayəndələri borçlu idi çıxıb Azərbaycan xalqına bir ay bundan qabaq şəhid düşmüş 100-ə qədər əskərimizə baş sağlığı verməli idi və bunu etmədilər. Biz özümüz burada təşkil elədik. Əfsuslar olsun ki, 5000, 6000 Azərbaycanlı yaşayan Hollandiyada da ortalıqda bu və bir neçə nəfərdə çox varıdıq və möhtəşəm də mərasim keçirdik. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölməz, vətən bölünməz.